bəzən bir xoş təbəssüm qarşı tərəfin həyatı üçün təsir qoymuş olur. Hələ xoş təbəssüm, bir kəlmə ifadə demirəm. Bəzən də bir ifadə, bir salamlaşmaqlıq qarşı tərəfin və ya sənin və ya digərlərin həyatında təsir qoymuş olur. Elə bu mövzuya rəğmən, indi elə zehnimə düşmüşkən bunu sizlə paylaşım. Demək, bir balıq dondurma fabrikində balığın o hazırlanması qaydaları ki var, prosedürü ki var, onun o buzxanalarında, buzxana fabrikində istehsal olunur. Məlum məsələ ki, bir fabrikdə 5-dən, 10-dan, 15-dən, 20-dən bir işçi qüvvə mümkündür gəlir olsun orada. Daxilində fəaliyyət göstərəcəklər və nəsə ərsəyə gətirəcəklər. Və məlumdur ki, hər bir obyektin, hər bir belə deyək, idarənin, fabrikin girişində bir mühafizəçi dayanır. Gündüzlü, gecəli bir xidmətçi, bir mühafizəçi dayanır. Gündüz işçilərin işə gəlib və işdən çıxmaqlığını müşahidə edir və qeydiyyata alır. Günlərin birində bu balıq dondurma fabrikində işçilər hər gün adi qaydada işlərinə gəlirlər. Onların içində olan bir nəfər də daima işə gələndə həmən o xidmətçi ilə təbəssüm yaradaraq salam-kalamlaşırdı, onun hal-əhvalını soruşurdu. Yeganə şəxs bu idi ki, o işçilərin içində daha çox ünsiyyət, daha çox münasibət yaradırdı həmən işçiyə qarşı. Səmimiyyətdən irəli gəlib də, insani xüsusiyyətdir də, qarşı tərəfə qarşı nə edəsən? Səmimiyyət bəsləyəsən, münasibət bəsləyəsən. Günlərin birində bütün işçilər iş qrafikinə uyğun işlərini gördülər, gəlib həmən mühafizəçinin yanından çıxış qapısından çıxıb getdilər. Bu mühafizəçi çox fikirləşdi. Dedi, axı, o filankəs ki var idi, səhər mənlə görüşüb işə gəlib. Axı, iş qrafiki bitib. Bu gəlib çıxmalıdır, işdən işi təhvil verib çıxmalıdır, evinə getməlidir. Bütün işçi qüvvələri çıxıb, bundan əsər əlamət yoxdur. Bir mərhələ, bir müddət gözlür, yox, doğrudan da bundan bir səs-səda yoxdur. Hələ bir gedim içəri, bəlkə bir yorğunluğundan, bəlkə bir narahatsızlığından özün harasa söyküyüb, yoxulayıb, yəni yorğun insandır da, iş adamıdır. Mümkündür başına belə bir hadisə gəlsin. Deyir, bir və bir başdım, həmən obyektdə, həmən iş yerində bunu axtarmağa. Bu otağı gəzdim, gördüm, yoxdur. Başqa bir otaqları gəzdim, gördüm, yoxdur. Nəhayət, buzxananın o balığın dondurma müəssisəsi ki, yeri ki var, əsas o mənbə, deyir, həmən o qapını açdım, gördüm, həmən axtardığım işçi daxil olub buzxananın içinə, sən demə, qəfildən qapı bağlanıb bunun üzünə. Dedim, bəs filan, sən burada nə gəzirsən? Dedi, bəs soruşma, başıma gələn qəziyə budur. Mən nə isə götürməkdən ötürü, hansısa bir işi yerinə yetirməkdən ötürü daxil oldum bura. Bilmədim, qəfildən qapı arxadan bağlandı üzərimə və qalmışam bu, belə deyək, Marazelkada, buzxanada. Bu hadisəni fabrikin həmən iş yerinin müdirinə, sahibinə, sahibkarına satdırırlar. Növbəti gün bu iki şəxsi də çağırırlar öz yarına. Birindən soruşur ki, nə səbəb oldu? Sən girmişdin buzxanada, orada qalmışdın, qapı bağlanmışdı üzvə. Digərindən soruşurlar ki, sən hardan bildin ki, bu daxil olub buzxanaya və qalıb orada. Onun qapısını açmağa onun ehtiyacı var. İkisi də sual yaradır da. Sən oraya niyə daxil olmuşdun, qalmışdın orada? Növbəti sual yaraca bilək. Nuans nədir? Sən hardan bildin o buzxanaya daxil olub? Aleyküməssalam və rəhmətullah. Həmən buzxanaya daxil olub içəridə qalan şəxs idi ki, bir iş ki mən görməliydim, mən məsuliyyət daşıyırdım o işin müqabilində, girdim o işi icra eləyim, qəfildən, unutqanlığımdan qapı bağlandı üstümə arxadan, qaldım buzxananın içində. Səs, səda, çağırıram, haykü, heç kimdə iş yerində yoxdur, səsimi eşidən də yoxdur. Dedilər, bəs, ey mühafizəçi, digər işçiyə dedilər, aleyküməssalam və rəhmət, sən hardan bildin bu içəridədir? Dedi, bəs, soruşma, halı qəziyə bu cürdür.
ki obyektə gələn, bu iş yerinə gələn bütün işçilər ki var, səhər gələndə onların içində məni ilə ən çox ünsiyyət, yaxından təmas quran şəxs bu şəxsdir. İş qrafiki bitəndən sonra mən götür-qoy elədim ki, zehnimdə bütün işçilər çıxıb və bir də qeyd aparmışam. Amma işçilərdən bir nəfər gəlib çıxmır. Və mənim o axtarmalı olduğum şəxs də məni ilə həm işə daxil olanda məni ilə daha çox ünsiyyət bağlarından bir şəxsdir. Axtardım və sonda gördüm ki, sən demə, qəfildən, ehtiyatsızlıq ucbatından, məsuliyyətsiz ucbatından daxil olub buzxanaya, qapı qəfildən arxadan bağlanıb üzünə. Mən getməsəydim, növbəti iş gününə qədər kim nə bilir o buzxanada hansı dərəcədə soyuducu qrafik işi vardı və onu buza döndərəcəkdi ya döndərməyəcəkdi. Nə səbəb oldu, nəticə nə aldıq? Nəticə biz bunu aldıq ki, bu hadisədən ibrət xarakterli, demək, insanların biri digərinə olan münasibəti hətta birinin həyatının həlak olmamasına gedib səbəb olur. Neynəmişdi? İşə gələndə həmişə bunun ilə səmimiyyət yaradırdı, salam-kalam edirdi, ahl-əhvalını soruşurdu və o zehniyyətlə həmən işçinin mühafizəsinin yaddaşında qalmışdı. Və həmən şəxsi araşdırma apardı, axtarış apardı və sonda neynədi? Həmən buzxananın içində onun həlak olmamasına səbəb oldu. Doğrudan da belədir. Bəzən həyatımızda etdiklərimiz, əməllərimiz, rəftarımız, danışığımız qarşı tərəfdə ya müsbət təsir qoyur, ya da mənfi təsir qoyur. Allahdan istəyir ki, Allah bizləri də bütün sevdiklərimizi dünya həyatında insanlarda müsbət təsir qoya bilən bəndələrdən qərar versin.